Baxın, indi sizə bir məşhur aktyor göstərəcəm. O açıq deyir ki, bizim ən böyük bəlamız bizim hökumətin bizi qula çevirməsidir. Qul. Yəni illər boyu. Bu gəlir bir saatda İvan Grozundan bir yana gəlir. O təhkimçiləri döylə. Stalin də elə olub, Nikolay, hamısı elə olublar, hamısı ki, bunlar əsas özünkiləri vurub, döyüblər, sındırıblar ki, digərləri onlardan qorxsunlar. Amma belə ziyalılar var orada. Mən bilmirəm, bu aktyorun soyadı fikrimdən çıxıb, əziz dostlar, siz kommentlərdə zəhmət olmasa, həm aradan baxırsınızsa, şəhərdən baxırsınız, onu yazın, həm də bu aktyoru tanıyacaqsınız, çünki məşhur aktyordur, deyəsən rəhmətə gedib artıq. Onun soyadını da yazın, baxın, görün, necə psixoloji açıqlayır bu təhkimçiliyi və qorxaqlığını cəmiyyətin. Niyə qorxaq hala düşüb bu cəmiyyət? Baxın, görün nə deyir. Надо что-то очень сильно менять в себе. В нас не только вселили вечный страх рабства, в нас еще бессовестность вселили. При помощи нас других людей могут в рабство обращать. Я думаю, много слоев сойдет, пока мы придем к новому обществу. И общество ведь возникает не так, не миллионами, а по одному. Настоящее общество по одному возникает. Один не сдался, не дал унизить себя, другой не дал унизить себя. Вот и общество. Дай нам Бог внуков из рабства, из этого вывести. Дай нам Бог. Почему это произошло с нами? С чего начать вот это восстановление? Конечно, с покаяния, конечно, со слез. Надо вымаливать прощение у своей земли, чтобы не потерять ее вообще. Eşidirsiniz, Peyğəmbərin sözləridir. Çox müdrik sözlərdir. Bu adam şəxsiyyətdir. O deyir ki, biz qul, hamımızı qul eləyirlər, biz quluq deyir. Bu Rus cəmiyyətindən danışır, Rusiya cəmiyyətindən danışır. O imperiya əzib bizi qula çevirir. Amma biz qul olmağımızla bərabər həm də vicdansızıq, vicdanımızı da məhv eləyirlər. Çünki biz özümüz qul olaraq başqalarını da qul etməyə hazırıq və çalışırıq. O taxtabaşları deyir. Taxtabaşlar yaradırlar hər yerdə, qul yaradırlar. Nəcisi nəcisi burada yaranırmış. O ifunətlinin ifunətlisi o taxtabaş burada. Rusiya tərəfdarıdır burada. Bütün günü çaqqal-çaqqal danışanı yazırlar, bəzən kommentlərdə də ulaşırlar. Aranı vurur deyir. Kamran deyir, aranı vurur. Görsün, bu dediyidir. Həm quldur, çimodur. Həm də vicdansızın biridir. Vicdan hardan olur? Çimodan necə vicdan ola bilər? Mən aranı vururam, yoxsa 20 yanvarda səni gəbirdə güllələyənlər də aranı vurur. Özü araya qoymuşsan, hansı aradan danışırsan? Yoxsa Xocalıda körpələri öldürən 366-cı alay idi aranı vuran, Yoxsa Zəngəzuru əlimizdən alıb ermənilərə verən idi aranı vuran, Kamran deyir, aramızı vurur. Kimdən ara vururam səndə? Kimdən? Hansı imperiyanı? Düdük. Kimdən sən ara vururam? Komitədə onu yazırsan. Bax, indi sənə cavab verirəm belə. Üzümə də çıxa bilməzsən heç vaxt. Komitədə cavab verir, çıxırsan arada. Kamran millətlər arası. Hansı millətin arası ilə? Hansı? Mən ancaq dostluqdan, qardaşlıqdan danışıram, Turan düşüncəsindən danışıram. Və bütün millətlərə də dostluq, qardaşlıqdan, bütün etnik qruplara. Alçaq. Sən istəmirsən mən belə danışım. Görürsünüz nə deyir o? O deyir ki, qul təfəkküründən çıxanlar cəmiyyət olmur, şəxsiyyətlər olur. Və o şəxsiyyətlər və o artıq cəmiyyətdir. 1, 2, 3 adam qul təfəkküründən çıxır, özündən cəsarət tapır. O qorxudan can qutarır və cəsarətlə qorxuya cavab verir. Onda cəmiyyət ayılır və deyir, arzu edirəm ki, yəni Rus üçün deyir, arzu edir ki, onların da cəmiyyəti ayılsın və bizim nəvələrimiz artıq görürüz, indi etiraz edirlər nəvələr. Ruhun şad ola bilər. Rusiyada artıq o gənclər başlayıb yaranmağa. Taxtabaşlar var. Həmən o qorxu, həmən o vicdansızın biridir. Bu qədər başına oynaşırlar tarix boyu. Gəncədə Cavad xanı öldürməkdən tutmuş, Bakıda gəlib cəmaatı zorlayıb kəsməklərdən tutmuş. İrəvan igidlər yurdunu o hala qoyduqlarından, gətirib Gəncənin adını, nə bilim, hansı Yelizavetanın adını veriblər. Onlar bilmirlər kimidir, Yelenendorf, Elizabet Pol filan. Sən ora niyə gətirib o adı verirsən? Necə? Mən əgər gedib Peterburqu bugün dəyişib, adını İslamabad eləsəm, xoşuma gələr? Eləməliyik biz heç vaxt elə şeylər. Baxın, görün, fəth elə bir şeydə bütün Anadolunu, biz Türk olaraq. Elə bu ərazidə də, elə İran ərazisində də biz Fatihik də. Nə İzmirin adını dəyişmişik, nə Ədirnə, düz Adrianapolis deyəməmişik, Ədirnə demişik. Amma adı nədir? Hətta Ayasofyanın adını dəyişməmişik. Balam camidir də o.
Düzdür? Minarə qoymuşuq da onun yanına. Allahu Ekber deyilirdi o minarədən də. Elə Mehmet camisi deyərdik də. Mehmet Fatih oranı fəth edib də İstanbulu, Konstantinopolisi. Mehmet Fatih adı da Məhəmməddir də, elə Peyğəmbərin adıdır da. Hə? Elə adını qoyardı da o şey. Yox. Müqəddəs Safiyə. Aya Safiyə Yunan dilində Müqəddəs Safiyə də dəyməmişik, onun haqqını pozmamışıq. Əks ki, məscidə Sofiyanın adını vermişik, saxlamışıq üstündə. Çünki babalarımız kişi adamdır. Siz də Taranın efirdəyəm də, bəzi şeylər deyəmirəm də. Gəlib Gəncən alasan oraya, Yelizavet Poladın qoyasan. Gədda. Gətirib bura başımızın üstünə hansısa düdüyün birini, Sergey Kirov gətirib qoyasan başımızın üstünə. Bu adam düz deyir. Bu da Rus'u da. Biz Rusların əleyhinə danışmırıq, qətiyyən də danışmayacaq, heç vaxt. Heç vaxt. Mən Pasternak, Saltykov, Şirin, İlf və Pedrov, Bulgakov. Yəni o dildə yazan adamlardır. Ola bilər o milliyyətçi Rusdur, amma Rus ədiblərində. Gumilov, Bartol, Dyakonov. Yəni var da belə tarix alimləri var. Başda Gumilov təbii ki bizim üçün. Milliyyətçilərin özünü türk soylu, amma Rus ədəbiyyat, Rus tarixçisidir. Biz Rus imperialistlərinin və çürük beyinlərini və bizi qorxutmağa çalışanları deyirik. Tarixdə bizə böyük ziyan vuranları, alçaqları deyirik. Və bu da deyir ki, özümüz qul olmuşuq, başqalarını da qul eləmək istəyir. Vicdanımız da çatmır. Vicdanımız deyir, vicdanımız sağalmalıdır. Vicdan bizə qayıtmalıdır ki, biz bu məqamları deyək nəvələrimizə. Cəsarət tapmalıyıq özümüzdə. Görürsünüz necə aktyorlar, necə kişilər var.